Gəncə şəhərində narahatlıq doğuran görüntülər var. Şah İsmail Xətai prospektində yerləşən 20 yanvar şəhidlərinin xatirəsinə ucaldılmış abidə kompleksi baxımsız vəziyyətdədir. Sosial şəbəkələrdə yayılan videolardan da görünür ki, ərazidə uzun müddətdir ki, heç bir təmizlik və abadlıq işi aparılmayıb. Müqəddəs xatirəyə ehtiram bəslənməli olan bu məkanda tam bir antisanitar vəziyyət hökm sürür. Ətraf zibillik içindədir. Vaxtilə salınmış yaşıllıq sahələri isə baxımsızlıqdan tamamilə quruyub. Ən acınacaqlı məqam isə şəhidlərin ruhuna ehtiramın rəmzi olan əbədi məşəllə bağlıdır. Əraziyə mavi qazın verilişi dayandırıldığı üçün abidənin önündəki əbədi məşəl sönüb və uzun müddətdir ki, yanmır. Sakinlər aidiyyatı qurumları bu laqeydliyə son qoymağa və tarixi məkanı qısa zamanda qaydaya salmağa çağırırlar. Səsləndirilən iddialarla bağlı bütün maraqlı tərəflərin mövqeyini işıqlandırmağa hazırıq. Bu boru 20 yanvar abidəsinə gedən qaz borusudur. Ana xətdən kəsilib. Bax bu abidənin arxa tərəfidir. Zibilxanadır. Abidənin bu su boruları, yəni krank deyirikdə biz, bu vəziyyətdədir, kəsilir. Ətrafındakı həmişə yaşıllar quruyur. Bu məşəl artıq yanmayacaq, çünki ana xətdən ayrılır. 20 yanvar şəhidlərinə qoyulmuş abidədir. Abidənin bu halı heç kimi düşündürmür. Bəs deyirdi, şəhidlər unudulmur, şəhidlər ölmür. Budur, abidənin taleyi verilen qiymət. Buyurun, Gəncə şəhərində şəhidlərə qoyulmuş, 20 yanvar şəhidlərə qoyulmuş abidənin bugünkü halı, bugünkü vəziyyəti. Birbaşa abidənin arxasında zibilxana. Kim məsuliyyət daşıyır, kim cavabdehdir? Bilmirəm. Bildiyim və hər gün gördüyüm bu acınacaqlı hal, vəziyyət.